Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'un daimi və dəyərli tamaşaçıları, hər birinizi ARB kanalına xoş gördük. Magazin dünyası, magazin camiası bu həftədə çalxalandı ki, çalxalandı. Biz də Magazin Plus komandası olaraq bütün bu xəbərləri, maraqlı yenilik və açıqlamaları topladıq ki, sizə təqdim edək. Beləliklə, Magazin Plus Village Palace Otelin xüsusi sponsorluğu, Yolüstü Ailəvi İstirahət Mərkəzinin sponsorluğu ilə və mən Zümrüd Şahovanın təqdimatında başladı. İlk öncə anonslarımız. Verilişin baş sponsoru Village Palace Ailəvi İstirahət Mərkəzi. Sponsor Yolüstü restoranı. Magazin Plus'tan yeni haber var. Magazin gündəmi yenə elə çalxalanacaq ki. Ondan mənə nə kimdir, kimə nə deyim? Özümə sığışdırmıram da mən elə vermişlər. Görürəm bu insan budur da. Mənim həmişə 17 yaşında uşaqdır. Etiraflar sizi şoka salacaq. Atam rəhmətə gedəndən sonra mən də bugün həyatda qalmaya bilərdim. Allah heç kəsi heç kəsə möhtac eləməsin. Bir də özünüzü yaxşı aparın. O qalmaqalları eləyənlər var, elə sözün hamısınadır. Onlar epizodikdir, gəlib gedəcəklər. Hamı necə bizdə elə. Bir-birinə tərs baxanlar. Bütün bunlar və daha çoxu birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Village Palace Otel yeniləndi. Tam fərqli, gözəl və daha dəbdəbəli şəkildə günün 24 saatı xidmətinizdədir. Təmirdən yeni çıxan təmtəraqlı restoran zalı və müxtəlif dizaynda tərtib olunan banket zalları gözəlliyi ilə seçilir. Yeni və möhtəşəm səhnə tərtibatı ilə ilklərə imza atan Cənubun cənnət məkanı Village Palace Otel bu yay tam fərqli olacaq. Gülərüz personal, milli mətbəxin ləzzətli təamları, yüksək xidmət kimi keyfiyyətləri özündə cəm edən sevilən məkan Village Palace Otel sizin xoş, rahat və komfortlu zaman keçirməyinizi təmin edir. Cənnəti çox uzaqda axtarmayın. Təbiət qoynunda mükəmməl şəkildə xidmətinizdə olan Village Palace Otel cənnətin elə özüdür. Günün 24 saatı xidmətinizdə olan Yolüstü Ailəvi İstirahət Mərkəzi sizə özəl təkliflərlə qarşınıza gəldi. Belə gözəl məkanda əylənə, dincələ bilərsiniz və əlbəttə ki, ləzzətli təamlardan dada bilərsiniz. Estradamızın tanınan, sevilən ulduzları canlı ifaları ilə yol üstündə olacaq. Magazin Plus'tan yeni haber var. Asif Məhərrəmov bu dəfə elə danışdı ki, elə açıqlamalar verdi ki, gəl görəsən, yer-yerindən oynayacaq, aləm bir-birinə dəyəcək. Bəlkə də həmkarları onunla ömürlük küsəcək. Amma bu son deyil. Məhərrəmovun üzünə bir çox qapılar da bağlana bilər. Gəlin elə vaxt itirmədən o sujeti izləyək. Magazin Plus'tan yeni haber var. Asif Məhərrəmov nəyi özünə qadağan edib? Təmənnasız, ödənişsiz mən dəvət edirəm, amma mən yenə də qeyd etmək istəmirəm. Müğənnini özündən çıxaran səbəb? Filankəsə bu sözü dedi, necə baxırsan? Ondan mənə nə kimdir, kimə nə deyib? Sosial şəbəkələr Azərbaycanda qadağan olundu. Instagram, TikTok işlərini harda təqdim edəcəyi düşünürsən? Bundan sonra qadağaya düşəcəksən, bilərsən. Uzun müddətdə efirlərdən uzaq gəzən müğənni Asif Məhərrəmov ilk dəfə Magazin Plus kamerası önündə bunun səbəbini açıqladı. Efirlərdə görsənməməyimin ən başlıca səbəbi olub ki, mən vaxtilə gecə-gecə mahnısı ilə bu ölkəyə səs salanda efirlər məndən qonorar istəyirdilər efirə çıxmaq üçün. Amma bugünkü gün elə bir şükür Allah, elə bir vəziyyət yoxdur. Ona görə də mən özüm də çıxmıram efirlərə. Təmənnasız, ödənişsiz mən dəvət edirəm, amma mən yenə də qeyd etmək istəmirəm. Getmirəm də. Görürsünüz ki, efirlərdə yoxam.
Bu gün Amma məndə- dostumun ad gündür. Siz buradaydınız, siz mənim dostumsunuz, səndən də dostluğumuz, tanışlığımız var. Ona görə gəldim, müsahibə verdim. Bu yekəxanalıq deyil, sadəcə istəmirəm. Efirdə göstərmək istəmirəm. Sosial şəbəkəyə görədimi bütün bunlar hamısı? Bax, gəl açıq etiraf eləyək. İndi başa düşürəm, incilik ola bilər televiziyalardan. Hər biri bizim üçün əziz televiziyalar. Amma bir məsələ var ki, televiziya məşhur sənətçilərin istər aktyor olsun, istər müğənni olsun, bir pasportudur. Yaşıl bir pasportdur. Yəni indi sosial şəbəkələr əvvəl yox idi. Bəli. Sosial şəbəkə yox idi, müğənni hardan tanınacaqdı? Bəli. Yəni bu söhbət də var. Yəni əslində biraz o incikliyi yumşaltmaq lazımdır. Çünki televiziya hər bir müğənninin həyatında əsas rol oynayır. Yəni sosial şəbəkə olmasa, Amma bugünkü gün televiziya hər bir insanın əlində tutduğu telefondur. Bunda günün acı reallığıdır da bugünkü gün. Yəni bu dəqiqə biz elə bir söz deyə bilərik sənin verilişində. O bütün saytlar onu paylaşar. Televiziyadan bizi kimsə izləməsə də belə telefonda onu görə bilər. Bugünkü gün həmin dövrdür. Ona görə mən fikirləşirəm ki, ehtiyac yoxdur mənim televiziyaya çıxmağıma, orada vaxt itirməyimə. Nə bilim, ehtiyac Asif Məhərrəmov sosial şəbəkələrə o qədər güvənir ki, televiziyanın nə qədər önəmli olduğunu unudub sanki. Elə bu yerdə müğənni Nihat Məlik məsələyə müdaxilə edir. Mənim bir başqa yanaşmam var. Bunu deyib gedirəm, üzrlü səhərs qonaqlarım gəlib. Mən bunu deyim ki, mən heç vaxt efirdə, indi Asif deyir, məndə heç vaxt efirdə pul söhbəti olmayıb. Sağ olsunlar, bütün ölkəmizdə olan televiziyalara təşəkkür edirəm, təmənni olmayıb. Amma mənim günüm bugünü özümün özümə qadağa qoyduğum verilişlər var. Televiziya yox, verilişlər var. Bir neçəsi var ki, mən orada olmayacam, görünmərəm. nəyə əsaslanaraq deyir? Nəyə biabırçılıqdır ona görə? düzdür. Qoşulursan məhz bu Nihat? Bəli, düzdür. Verilişlərin əksəriyyəti məndən gözəl özünüz bilirsiniz ki, verilişlərin əksəriyyəti. Verilişə çıxırsan, filankəsə bu sözü dedi, necə baxırsan? Ondan mənə nə, kimə nə deyib? Mən də bir söz deyim, sonra da həmin müğənninin sahasına ki, Asif Məhərrəmov da filan vaxt sənin dalınca bu sözü dedi. Halbuki demirə sualı mən verdim, o buna cavab verməli idi. Salamat elə necə deyirlər onu deyir, az aşım ağrımaz başım. Ona görə lazımdır qardaş. Reyting xatirinə elə suallar verirlər ki, bəzən. Elə suallar. İzləyici də baxır oradan, onlara quzu kəsərəm, onlar başa düşmür ki, o kameranın arxasında nələr baş verir. Bu sual nə üçündür? Bu sual, bəzən sual verirlər ki, reyting qalxsın, amma mənə pisdir axı. Mən də məcburam cavab verəm, düzdürmü? Cavab verəndə də aləm dəyirmi bir-birinə? Olmasın. Eybi yox, mən o qalmaqalla heç vaxt yaxın olmamışam. O qalma Elyar mənlə bir yerdə illərdən işləmişik. Elyar doğrular Üzr istəyirəm Asif, sən də elə qulaq şahidi ol. Elyarla biz illərlə bir yerdə işləmişik. Elyar bilirdi ki, deyir qardaşım, elə, narahat olma. Elə, bu lazımdır. Elyar, və sənə yenə deyirəm, hələ də lazımdır. Vallahi, biri var yaradıcı insan, bir də var epizodik insan. O qalmaqalları eləyənlər var, elə sözüm hamısınadır. Onlar epizodikdir, gəlib gedəcəklər. Heç biri nə yaddaşda qalmayacaq, nə tarixdə qalmayacaq. Qoy bizim elə musiqilərimiz, qoy bizim elə səmimiyyətimiz tarixdə qalsın. O hər zaman seviləcək. 5 qazanaq, 10 qazanmayaq, 5 qazanaq. Sosial platforma o qədər inkişaf edib ki, bir çox sənətçilərin ağlını qarışdırıb. Amma unutmaq olmaz ki, televiziya istənilən sənətçinin uğuruna yol açan bir qapıdır. Bir sualım da olacaq Nihat. Bilirəm ki, sənin televiziyanın bağlı problemi yoxdur, amma Asifin yaralı bir mövzudur. Əslində ona qınamıram, çünki zamanda nələrsə yaşayıb ki, o barədə başa düşürəm. Amma bir sualım olacaq Asif. Bax, oldu da sosial şəbəkələr Azərbaycanda qadağan olundu. Instagram, TikTok işlərini harda təqdim edəcəyi düşünürsən? YouTube'da. Yox, sosial şəbəkədə bax olmayacaq. Olmayacaq. Yoxdur, bağlanıbdır. Asifin artıq yetərə qədər kütləsi var, onu axtarıb tapacaqlar, narahat ol. İşlərini təqdim etmək barəsində, yeniliklərini təqdim etmək barəsində televiziya çox böyük bir rol oynayır. Televiziya əlbəttə ki, rol oynayır, amma ən çox rol oynadığı vaxt əvvəllər olub. Bugünkü günün acı reallığı odur ki, televiziyalar o qədər mənim öz fikrimi deyirəm, bunun bəlkə də bunun televiziya işçilərinə, rəhbərlərinə qəti adiyyatı yoxdur ya. Bu işçilər də dəyişə bilər, rəhbəri də dəyişə bilər. Mən sırf verilişlərin özündən, televiziyanın özündən danışıram. Ümumiyyətlə dövr elədir ki, sosial şəbəkələrin bağlanmaq kimi elə bir tərəfi ümumiyyətlə ağla gəlməyən bir məsələdir. Yəni o bəlkə də mümkün olası bir şey deyil. Ola bilər hansısa bir platforma bağlana bilər. Məsələn, deyək TikTok bağlana bilər, Instagramda. Instagram bağlansa, hamısı birdən bağlanmağı real məsələ deyil. Bu mənim öz fikrimdir. İndi bağlansa da belə, hamı necə bizdə elə. Amma bu arada sosial şəbəkə TikTokda da tez canlılar açırsan, görürük bunu. Yəni nə həvəsdir? Yəni orada sırf dost tanışlarla səni izləyən pərəstişkarlarla söhbət eləmək üçündür, yoxsa orada gəlir əldə etmək üçündür?
Yox, gəlir əldə etmək üçün mən orada qıraq buzaqla oyun zad deyirlər. Onları mən eləmirəm. Məclis deyirsən tez-tez mən ancaq məclisdən məclisə olanda yayım eləyirəm ki, orada canlı mahnıları ifa eləyirəm və izləyicilərimə mən yazdığı kommentarlara əsasən deyirəm ki, görəm onlara xoşdur deyə mən onu eləyirəm. Yəni durduq yerdə indi bax Nihatın ad gününə gəlmişik, oturmuşam stolda boş-boş açım, o mənlik deyil. İndi canlı hardasa məclis olur, ifa eləyirik. Elə hiss edirəm ki, onlara xoşdur, yəni yazdıq sözlərə əsasən deyirəm. Ona görə canlasam belə normalda yox, boş beşər oturmuşam, durum canlasın, görüm cəmaət nə edir, elə bir şeylər eləmirəm. Magazin Plus'tan yeni haber var. 1 iyun Uşaqlar Bayramı münasibəti ilə bütün uşaqları təbrik eləyirəm və Altınsaray müştərilərinə demək istəyirəm ki, yeni terasımız açılıb, yeni yay zalımız açılıb, həyətimizdə təmir gedib, uşaqlarımız üçün gözəl şərait yaradılıb, banket zallarımız olduğu kimi müştərilərin dincələ biləcəyi, istirahət eləyə biləcəyi, yayda yəni heç bir yeri axtarma ehtiyac yoxdur. Altınsaray sizə istədiyiniz xidməti ilə qarşınızdadır və Altınsarayın eyni zamanda xüsusi özəlliyindən biri təzə və yerli məhsullardan istifadəsi, peşəkar aşbazların və peşəkar personalın müştərilərə xidmətidir. Bizim əsas üstünlüyümüz təbii və yerli məhsullardan istifadə etməyimizdir. Mətbəximiz ənənəvi reseptlərlə sadiq qalmaqla yanaşı, eyni zamanda ailəvi ortamımız və qonaqpərvərliyimiz müştərilərimiz tərəfindən yüksək qiymətləndirilir. İsti münasibətimiz və unudulmaz anlar hər bir müştəri bizim üçün dəyərli olmağını bildirir. Və biz seçildiyimiz cəhətlərdən biri müştərilərin hər birinin istəyinə uyğun menyuların tətbiqi, istəklərinə uyğun şou proqramların təşkili, Altınsarayın uşaqlar üçün nəzərdə tutulmuş zalı, karaoke kabinetləri, terası, şou zalı, şadlığı, Altunsaray hər bir şeylə, hər bir kəsdən fərqlənir, seçilir. Altunsarayı seçin, heç vaxt peşman olmarsınız. Bütün uşaqları təbrik edirik. Onlara sağlam, firavan, sülh dolu bir dünyada yaşamaqlarını arzu edirik. Və neçə gündür ki, bu uşaq tədbirləri bizdə Altınsarayda keçirilir yüksək səviyyədə və biz çox sevinirik ki, uşaqlar bu əziz, dəyərli günlərini məhz bizimlə bərabər keçirir, bizə müraciət eləyir. Çünki uşaqlar özlərini harda rahat hiss edərlərsə, hər zaman ora doğru gedirlər. Gülərüz personal heyətinə dərin təşəkkürümüzü bildiririk, təşkilatçılara dərin təşəkkürümüzü bildiririk. Bütün balaları ürəkdən təbrik edirəm. Gülərüz, xoşbəxt böyüsünlər hər biri. Altınla bağlı demək istəyərdim ki, hər zaman gözəl və özəl günlərinizi gəlin məhz Altun restoranında qeyd eləyin. Bizim kimi razı qalacaqsınız. Biz də təbii ki, birinci dəfə gələndə fikirləşdik ki, yaxşı da ola bilər, pis də ola bilər. Amma o qədər biz razı qaldıq ki, illərdir biz bura gəlirik. Magazin Plus'tan yeni haber var. Yaxın günlərdə konsert verən və konsertə hazırlaşan Təxmin Vəlizadə həmkarım Nuranın qonağı oldu. Bəzi açıqlamalar etdi, kövrəldi, güldü, danışdı. Elə bütün bunları Magazin Plus'da biləcəksiniz. Magazin Plus'tan yeni haber var. Salam əziz tamaşaçılar, ARB televiziyasında yayımlanan Magazin Plus'da bizim qonaqdan Nura sizi salamlayır. Bugünkü qonağım Azərbaycanda yetərincə tanınan, sevilən, mahnılarıyla, tərzi ilə seçilən Təxmin Vəlizadədir. Xoş gördük sizi. Necəsiz? Xoş gördük, çox sağ olun. Yaxşı olasınız. Yaxşıdır hər şey. Bilirəm bu yaxınlarda solo konsertə hazırlaşırsan. Çoxdandır telefonlarımı arayırıq, Təxmindən müsahibə almaq istəyirik. Düzü bilirik də konsert öncəsi məşqlər var, yeni mahnılar var. Bugün də səhər şoka saldın da məni Təxmin. Çəkilişi danışmışam, sağ olsun. Yəni prodüseri buradan Rəfaili salamlayıram. Rəfail olmasaydı müsahibə alınmayasıydı. Rəfail mənə dedi ki, narahat olma, altını yarısı biz təxmindən gələcəyik. Bu bilirsən, bir prodüserin işini sevməyindən, məsuliyyətli olmağından irəli gəlir. İnanıram ki, hər şey, konserti də möhtəşəm keçəcək. Amma konsertdən öncə Nuranın isə sualları var. Mahnıların trendə düşür, sevilir, mahnıların çoxsunda sözləri, bəstəsi özünə aiddir. İstərdim ki, bax, o yanğılı mahnılardan biraz danışırsan. Mən qəmdən həzz alıram, belə deyim. Qəmi çox sevirəm. Qəmdən həzz alıram. Ona görə qəmli mahnılara daha çox üstünlük verirəm. Həm tərzim o tərzdə mənə daha yaxşı anılır, daha gözəl anıldığı üçün elə işlər görürəm, elə mahnılar yazıram. Şən mahnını özümdə görmək istəmirəm.
artıq bu tipdə mahnıları daha çox özünüzü bilirsiniz ki, bu mahnılar daha çox sevilir, seçilirsən. Bu bir obrazda yaratmısan, yoxsa ürəyin belə istəyir? Mən əslində toylara çox getmədiyim üçün, əslində toy mahnıları da oxuyurduq, belə onu da bacarıq. Toylarda təbii ki, mahnılar oxuyurduq, amma özümdə konsert tipli, necə deyim sizə, yəni özümü toyda görmək istəmirəm. Bilirsən də çoxsuz deyir ki, Azərbaycanda şou biznesi yoxdur, toy biznesi var. Bütün gələn müğənnilər, yeni gələn müğənnilər nə istəyirlər? Toydan maddiyyat əldə etsinlər. Sizin kimi düşünən müğənnilər azdır. Bu mənə xoş oldu ki, təxmin artıq necə deyim, həm iddialıdır, həm də qarşısında məqsəd qoyub ki, bütün mahnılarını konsertlərdə təqdim etsin. Mahnılarımı belə YouTube-da baxıram, baxış sayıları çoxdur. Kommentləri oxuyuram. Ən çox da bu deyir, qulaq gündə 1000 söz eşitməsə kar olar. Bu nə məsələdir ki, deyirlər ki, təxmin xanımlar olan məclisə getmir. Mən ona görə bunu düşünürdüm, bəlkə heç xanıma da müsahibə verməz. Yox, bu haqda efirlərin birində müsahibə vermişik. Yenidən müsahibə vermək istəyirəm ki, yəni mən əvvəldən xanımlar məclisinə getmirəm. Yəni bu sonradan dəyişən bir şey deyil. Əvvəldən getmirəm. Bir xoşagəlməz bir məqam olmuşdu. Ondan sonra özümə söz verdim ki, xanımlar olan məclisə getmək istəmirəm. Sırf xanımlar olan məclisə aiddir bu. Bəli, bəy, kişi, bəy, yəni o elə məclislərə gedirik də, yəni xanım olsun, bəy olsun. Qarışıq məclislərə gedirik, amma sırf xanımlar olan məclisə getmirik. Bugün Təxmin Vəlizadə 25 yaşındadır, düzmü deyirəm də, gəncsən, hələ qarşıda çoxlu yaradıcılıqla uğurların olacaq. Təxmin, istəyərdim ki, uşaqlıq illəri necə keçib? Yəni, elə bir uşaqlıq ilində elə bir hadisələr, elə bir anların olub ki, onu yaddaşından silmək istəmirsən. Əslində, unutmaq istədiyim çox məqamlar var. Uşaqlığım çox çətin keçib. Çox çətinlə böyümüşəm, amma Maddi durumdan, yoxsa? Belə hər durumdan çox əziyyət çəkmişəm. Əziyyət düzdür, kişi üçündür, kişi çəkər əziyyət, amma çox çətin keçib uşaqlığım, bəli. Deyirlər, yaş ağacın, həmişə yaşıl ağacın meyvə gətirən, bar verən ağacı həmişə daş atırlar. Çünki meyvəsini götürmək üçün. Amma quru ağacın yanından keçib gedirlər. Bugün Təxminin mahnıları trendə düşür, bugün Təxmin tanınır. Yəqin ki, Təxminin də o daşlayanlar, Təxmini burada dışlayanlar çox olur. Təxmin onlara nə cavab verir? Çoxdur, həddindən çoxdur, amma mən şou biznesə qarışmıram. Məsəl üçün, heç bir sənət dostlarımla əyləşmirik, bir də oturmuruq. Biraz kənar, yəni musiqidən kənar adamlarla görüşürəm. Çoxu deyir ki, insanın şou biznesindən dostluq eləmək olmur. Çünki burada rəqabət var, bilirsən də. Hər kəs istəyir ki, daha irəli getsin. Buna görəmi, bu bir qorxudur, yoxsa özün istəmirsən? Bir dostluq etməyə bacarmırlar. Deyir ki, məsəl üçün, o deyir pisliyindən əl çəkmir, sən niyə yaxşılığından əl çəkirsən? Bugün Təxminə pislik eləyənlər, Təxminin arxasıca danışan insanlar, yəni bu camidə daha çoxdur. Təxmin onlara susur, yoxsa cavab verir? Susuram, cavab vermirəm. Təxmin, fanatların çoxdur. Özdəki, mən kommentləri oxuyuram da, indi telefonu düzdür qoymuşam, qıraqda çəkiliş gedir. Xanımlar daha çox kommentlər yazır. Özdə xanımlar yazanda baxıram ki, kommentlərdə hər biri müsbət, heç kim bir mənfi rəy yazmır da. Amma bəyənirlər, mahnılarımı bəyənirlər. Ən çox da onların səndə bəyəndiyi, bilirsən nədir? Ciddi olmağın, yəni bu seçilməyin, geyimin ciddidir, danışıq tərzin ciddidir. Bu nədən gəlir? Bu prodüser məsləhət görüb, ya bu sənətə gələndə kimsə deyib, yoxsa bu sənin iç dünyan belədir? Bu Təxmin Vəlizadədir. Mənə anam bir söz deyib, anamı salamlayıram efir vasitəsilə. Hətta ona təşəkkür etmək istəyirəm elə efir vasitəsilə. Mənə anam bir söz deyib, elə o vaxtdan bu mənim yaddaşımdadır. Yəni bu sənətə gəlməmişdən bu sözü mənə deyib. Deyib, çalış, kişi ol, hörmətli ol, çalış, sözündə düz ol. Ciddi yanaş hər şeyə. Uğurlar arzu edirəm Təxmin Vəlizadəyə. Çox maraqlı söhbət getdi, amma son sualı verməliyəm. Evlilik haqqında düşünürsən? Yox, hələ ki, düşünməm o haqda. Təşəkkürlərimi bildirirəm Təxmin Vəlizadəyə. Çox maraqlı söhbətimiz keçdi. Maqazin Plus'da hər kəsinə sağollaşıram. Gələn həftə Maqazin Plus'da bizim qonağı izləməyi unutmayın. Qonağım var da. Kim qonağım olacaq, onu məni izləyərkən biləcəksiniz. Nura getdi. Gənc və istedadlı müğənni Nihat Məlikə qadağa qoyuldu. O, öz doğum gününə niyə xanım əməkdaşlarını və həmkarlarını dəvət etmədi? Bütün bunlar Maqazin Plus'da.
Gənc və istedadlı müğənni Nihat Məlik dost-tanışlarını başına toplayıb ad gününü onlarla birgə qeyd etdi. Gözəl gündə istədik ki, bir komandamız olaraq ARB və eyni zamanda Maqazin Plus komandası olaraq yanında olaq. Səni təbrik edirik komandamız olaraq və öz ad günündə özün-özünə olan arzularını buyur kamera qarşısında etiraf et. Can sağlığı arzulayıram. Əsas insanın canı sağ olmalıdır ki, bu həyatı doya-doya yaşasın. Nihat, bu iki ad günündə məclisdə mən xanım görmədim, xanım dostlarını görmədim, sənət adamlarını görmədim, ancaq bəyləri gördüm. Niyə belə bir seçim etmirsən? Bunun səbəbindir? Mənim xanım dostum yoxdur. Birincisi bunu deyim. Mənim dostlarım kişiyə kişi dostluq eləyə bilər, kişini kişi başa düşər. Dəyər verdiyim insanlar var, dəyər verdiyim tanışlarım var, xanımlar var, onları salamlayıram. Üzürlü saysınlar məni. İnşallah mən toy eləyəndə olan hər biri orada olacaq. Günün səbəbkarını sənətçi dostları Maqazin Plus kamerası önündə ürək sözlərini dilə gətirərək təbrik etdilər. Qulaqdır yoxsa? Yo, əlbəttə elə şey olar. Gələ bilmirsən göndər də Yerzan Televiziyona. Təbrik eləyirəm, yeni yaşı mübarək olsun, uğurları bol olsun. Nihatın yeni yaşında yeni uğurları daim olsun, bol olsun. Sənə həyatda xoşbəxtlik arzu edirəm. Hər zaman var ol. Nə yaxşı varsa. Yaxşı ki siz varsınız. Var ol, əzəm. Var olun. Pərvin qardaşım. Mən də Nihat təbrik edirəm. Hər valideynə belə övlad nəsib olmur. Mən ilk növbədə Nihatın valideynlərini təbrik edirəm ki, xalqımız üçün belə tərbiyəli, mədəni və istedadlı oğul dünyaya gətirib. Hər zaman uğurların, nailiyyətləri bol olsun. Nə yaxşı ki, biz də Nihat tanımışıq. Təbrik edirəm bir daha, var olasın. Allah sizləri qorusun. Sizin timsalınızda bütün qazilərimizə Allah şəfa versin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən sizlərsiz bu günü burada qeyd eləyə bilməzdim. Nihat Məlikimizi zətləri təbrik edirik. Bilməm neçə yaşlı oldu. Mənim üçün həmişə 17 yaşında uşaqdır. Allah onun xoşbəxtliyini bol versin. İnşallah. Təbrik edirəm Nihat, sən böyük oğlan olacaqsan. Magazin Plus'tan yeni haber var. Maqazin Plus Village Palace Otelin xüsusi sponsorluğu, Yolüstü Ailəvi İstirahət Mərkəzinin sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin baş sponsoru Village Palace Ailəvi İstirahət Mərkəzi. Sponsoru Yolüstü restoranı. Magazin